Almaniyada işə düzəltmək adı ilə aldadıldığını iddia edir. Xəzər xəbərə müraciət edən paytaxt sakini Rövşən Əliyev deyir ki, aylar əvvəl qardaşı vasitəsilə tanış olduğu, özünü Türkiyə vətəndaşı Aşkın Güvən Lincoln kimi təqdim edən şəxsə onu Almaniyada işə düzəltməsi üçün 20 min manatdan çox pul verib. Qardaşım dostu tərəfindən aldanmışam. Qardaşım dedi ki, istəyirsən, təklif elə ki, istəyirsən, mənim dostumdur, Akşin Güvən adlı şəxsdir. Güvən Lincoln, belə gedir adı. Tam adını, soyadını biz bilmirik. Sadəcə bizdə şəkili var. Mən dedim ki, mümkündürsə Almaniya. Dedi, bəli, Almaniya. Həmən o vətəndaşın özü dedi ki, Almaniya mümkündür. Biz razılaşdıq. Razılaşdıq, qardaşım dostu deyinə, güvəndi deyinə. Mən qardaşıma təklif elədim ki, bu Allahdan deyir. Dedi, xeyr, Allahsa mənlikdir, problem deyil. Mən ödəyəcəm. Yarısı 100 qrama yaxın qızıl idi, 250 qrama yaxın gümüşüm var idi, onu satdım. Dövlətdən sosial yardım alırdım. Qardaşım onda dedi ki, hər dəfə pul alanda qardaşım deyir, gətir. Hamısı arası 20 mindən çox ziyan dəyib mənə. Rövşən Əliyevin sözlərinə görə hər şey həll oldu dedikdən sonra sözgedən şəxsin yenə pul tələb etməsi onu şübhələndirib, aldadıldığını da bundan sonra anlayıb. Dedi ki, viza pulu. Ben dedim, sən viza üçün hazırdır. Dedim, sənədlər hazırdır, hamısı hazırdır. Yox, sonra 5000 manat pul istədi. Yəni dedim ki, onda mən fikirləşərəm. Yəni görək nə məsələ. Gəldim Almaniya səfirliyinə, burada yerləşir. Almaniya səfirliyinə müraciət elədim. Səfirlikdən mühafizəçi var idi içəridə, yəni əməkdaş müraciət elədim və şəklini göstərdim. Dedilər ki, belə bir adam gəlməyib bura və yaxud da bu dələduzluqdur. Mənim adım, soyadım dedim. Dedim ki, mənim adımı sənəd açılmalıdır. Bu adam dedi ki, sənin sənədləri götürmüşük, buradan konsulluğa göndərmişik, Almaniyadakı konsulluğa, orada tanışım var, bunu həll edəcək. Biz də dedik ki, yaxşı. Gəldim bura, dedilər ki, Almaniya səfirində dedilər ki, bu sənədlər saxtadır, yəni bu kağızlar, hamısı saxtadır. Məsələ ilə bağlı əvvəlcə adı dələduzluqda hallanan Aşkın Güvən Lincoln adlı şəxslə əlaqə yaratmağa çalışdıq. Ünvanı belə bilinməyən bu şəxsin mobil nömrəsinə də zəng çatmadı. Daha sonra Rövşən Əliyevin qardaşı Rafiz Ramizli ilə də əlaqə saxladıq. O bildirdi ki, həmin şəxs tərəfindən özü də aldadılıb. Ondan da İngiltərədə işə düzəltmək adı ilə 10 min manata yaxın pul alıb. Onu da qeyd etdi ki, həmin şəxs artıq ölkəni tərk edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli isə Xəzər xəbərə bildirdi ki, vətəndaşın xaricdə işə düzəltmək adı ilə aldadılaraq pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciət daxil olub. Müraciətlə bağlı Binəqədi rayon polis idarəsinin 43-cü polis şöbəsində təhqiqat araşdırmalar aparılır. Toplanmış materiallar əsasında dələduzluq faktına hüquqi qiymət verilməsi istiqamətində prosessual tədbirlər davam etdirilir. Minaya Zaman Namiq Hüsiyev, Xəzər xəbər.